Sabahınız xeyir olsun. 10 Mart 2026-cı il tarixidir. Həftənin ikinci çərşənbə axşamı günüdür. Ramazan ayının 20-ci günüdür. Ramazan ayının 20-ci günündə də kimlər niyyət edib oruç tutmuşlar, hər birinin niyyətinin, oruçlarının qəbul olunmasını arzulayıram. 10 Mart günündə kimlər işləri arxasınca gedib işləri ilə məşğuldurlar, çörəklərini qazanırlar, evdə ev işləri ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avatlığı və hər birimizə bol ruzi, bərəkət, sülhəmnamanlıq arzu edirəm. 10 Mart günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, hər birinə can sağlığı, zehin açıqlığı, iş avatlığı arzularım. Hər birinə hədəflərinə, məqsədlərinə çatmağı arzularım. Bununla yanaşı həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün əhəmiyyətli, faydalı kadrlar kimi yetişmələrini arzularım. 10 Mart günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm, səbir diləyirəm. 10 Mart günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, Allahdan şəfa diləyirəm. Bütün şəhid ailələrini salamlayıram, qazi ailələrini salamlayıram. Hər birinə can sağlığı, ruzi bolluğu arzulayıram. 10 Mart günündə kimlər ad gününü, şad gününü qeyd edir, hər birinə yeni yaşlarının düşərli olmasını arzularım, təbrik edirəm, can sağlığı, xoşbəxtliyi arzularım. Və bununla yanaşı 10 Mart günündə bildiyimiz kimi Novruz bayramından əvvəl qeyd edilən çərşənbələrdən üçüncüsü olan Yel çərşənbəsi günüdür. Yel çərşənbəsi günü münasibəti ilə bütün dünya Azərbaycanlılarını, Ali Baş Komandanımızı və onun ailə üzvlərini, eləcə də bütün şəhid ailələrini, qazi ailələrini bu münasibətlə təbrik edirəm və dünyada sülhəmnamanlıq olmasını arzulayıram. Yel çərşənbəsi gətirdiyi yellə birlikdə bütün dərdlərimizi özü ilə aparmış olsun və daima gözəl şəraitdə yaşaya bilək. Açıldı hava, qurtardı dava, getdi qış, gəldi yaz. Yel çərşənbəsinə aid də belə bir şeir demiş oldum. Bilirik ki, Yel çərşənbəsinin digər adı da hava çərşənbəsidir. Və bununla yanaşı 10 Mart günü deməli Azərbaycanda teatr günü kimi qeyd olunur. Teatr günü münasibəti ilə bütün teatr işçilərini təbrik edirəm. Dünyasını dəyişən bütün teatr işçilərinə Allahdan rəhmət diləyirəm. Bununla yanaşı 10 Martda digər tarixi günlər də vardı. 10 Mart 1735-ci ildə Səfəvilər və Rusiya arasında imzalanan Gəncə müqaviləsinə əsasən Rus qoşunları Bakı və Dərbəndi tərk etməli olduqları gündür. Bununla yanaşı 10 Mart günündə 1804-cü ildə St. Louis'də Luiziyananın Fransadan Amerika Birləşmiş Ştatlarına verilməsinin təsdiqləndiyi gündür. 10 Mart 1876-cı ildə Alexander Bell'in ilk telefon zəngi həyata keçirdiyi gündür. 10 Mart bununla yanaşı 1910-cu ildə isə Hollywoodda ilk film olan In Old California'nın nümayiş etdirildiyi gündür. 10 Mart 1945-ci ildə Amerika Birləşmiş Ştatlarının hərbi hava qüvvələrinin Tokiyonu bombalaması nəticəsində 100 mindən artıq mülki şəxsin həyatını itirdiyi gündür. Bununla yanaşı 10 Mart 1977-ci ildə astronomlar Uran ətrafında halqaların olduğunu müəyyən etdikləri gündür. 10 Mart 2014-cü ildə Bakıda 1-ci Milli Wikipedia forumunun keçirildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.